Noyabr ayında Yeni Azərbaycan Partiyası xətti ilə mən də deməli Çin Xalq Respublikasında səfərdə oldum, nümayəndə heyətinin tərkibində. Hörmətli Tahir Məmmudovun rəhbərliyi altında nümayəndə heyəti getmişdik və Çin Komünist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında bir əməkdaşlıq memorandum imzalandı. Və biz orada Pekində olduq, Nansu şəhərində olduq, Nankində olduq, Şanxayda olduq. Yəni bu şəhərlərdə olarkən bizim bir həqiqətə inandıq ki, bu ölkə, yəni Çin Xalq Respublikası öz xarici siyasətində yalnız deməli iqtisadi faktora, güc faktoru, təzyiq faktoru, hərbi güc faktoruna deyil, məhz iqtisadi faktora istinad edir və onun ayrı ölkələrlə iqtisadi münasibətləri həmin ölkələrin iqtisadi rifahına gətirib çıxarır və Azərbaycana olan münasibəti gözləyirik. Azərbaycanla yüksək diqqəti gözləyirik. Azərbaycan necə gözəl tanıdıqlarına şahidlik elədik. Eyni zamanda Azərbaycan Prezidenti Cənab İlham Əliyevə olan ehtiramı biz şahidlik elədik və doğrudan da bundan biz zövq aldıq və həm də pandemiya dövründə vaksinlərlə Azərbaycan təminatı məsələlərində də Çin Xalq Respublikası xeyli Azərbaycan dəstək vermişdi. Biz bunu da unutmuruq. Həm də bu günlərdə Çin Xalq Respublikası Azərbaycana öz xanım yeni səfirini təyin elədi. Həmin səfirdə çox böyük diplomatik təcrübəyə malikdir. BMT-dən belə Çin nümayəndəsi işləyib. Və eyni zamanda onu mən Azərbaycan qəzetinin müsahibəsində oxudum ki, bu onun əsas niyyətlərindən biri Çin və Azərbaycan arasındakı ənənəvi dostluq münasibətlərini daha da inkişaf elətdirmək, xüsusilə iqtisadi sahədə bizim münasibətlərimizi keyfiyyətcə yeni hala keçməsinə yardımcı olmaq, kiçik orta biznes inkişafı üçün şərait yaratmaq, bu sahədə əməkdaşlıq mühitini genişləndirmək əsas hədəflərdən biridir. Və bu doğrudan da sevindirici haldır. Və artıq Cənab Prezident də yeni səfirin etimadnaməsini qəbul edib. Və bir daha qeyd edirəm, ölkə Prezidenti Cənab İlham Əliyevin də Çinə səfəri artıq münasibətlərimizin daha da inkişafı mənafeyinə, yeni bir müstəviyə keçməsi mənafeyinə xidmət göstərəcək ki, burada udan tərəf həm Çindir, udan tərəf Azərbaycandır, həm də bu bütövlükdə regional iqtisadi təhlükəsizlik mənafeyinə də xidmət göstərir.